Halik müəllim, cümləniz mübarək. Sizə iki sualla müraciət etmək istəyirik. Deməli, 9 iyul 2026-cı il tarixində NATO'nun Ankara'da keçirilən sammitinə beynəlxalq hüquqla məşğul olan və siyasi proseslərin içərisində olan bir şəxs kimi münasibətiniz necədir? İkinci sualımız belədir. ABŞ prezidenti Donald Trump'ın İran İslam Respublikasına bağlı verdiyi sərt bəyanata, obyektiv münasibətinizi bilmək istərdik. Hər iki sual üçün təşəkkür edirəm. İlk növbədə mən də sizin və Azərbaycan xalqının cümləsini təbrik edirəm. Və suallarınıza keçərək bildirmək istəyirəm ki, NATO'nun Ankara'da keçirilən sammiti bu çox təqdirə layiq haldı və müsəlman dünyasında ilk olaraq belə bir böyük sammit məhz Türkiyədə keçirilir və Donald Trump'ın Amerika tarixində ilk prezidenti ki, deməli, Türkiyə səfər edib və Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğan yeganə protokol qaydalarından çıxaraq yeganə dövlət başçısı ki, Donald Trump'ı məhz havaalanında qarşıladı, düz təyyarəsinin qarşısında qarşıladı ən yüksək səviyyədə. Trump'la Rəcəb Tayyip Erdoğan'ın şəxsi münasibətləri göstərir ki, bugün Amerika-Türkiyə münasibətləri ən yüksək kulminasiya nöqtəsindədir. Xüsusilə burada təkcə Donald Trump və Rəcəb Tayyip Erdoğan'ın deyil, eyni zamanda Türkiyənin Xarici İşlər Naziri Sayın Hakan Fidan'ın və eyni zamanda MİT rəhbəri, Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın'ın da əməyini xüsusi qiymətləndirirəm. Hər ikisi Türkiyə dövləti üçün çox vacib və mühüm şəxslərdən ibarətdir və təbii ki, bu xüsusi xidmət orqanları ilə də razılaşdırılmış bir qərardır və burada da Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsində rəhbərinin xüsusi əməyi və zəhməti vardır. Bəyanata gəldikdə isə Donald Trump'ın Ankara'da verdiyi bəyanat kifayət qədər sərt bəyanatdır. Bəli, İranın məhv edilməsi ilə bağlı bəyanatı mən qəbul etmirəm. Ona görə ki, yer üzündən hər hansı bir dövləti silmək bu güclərin işi deyil. Belə bir güc sahibi Allah Cəllə Cəlaluhu'nun özüdür. Məhz bugün də bu sualla mənə Heydər məscidindən namazdan çıxarkən yaxınlaşıb müraciət etmişsiniz. Bir daha əminliklə bildirmək istəyirəm ki, belə bir səlahiyyəti Allah Cəllə Cəlaluhu nə Amerika Birləşmiş Ştatlarına, nə onun prezidenti Donald Trump'a vermir. Donald Trump bu səviyyədə bəyanat verməyi həm etik baxımdan, həm mənəvi baxımdan, həm də beynəlxalq hüququn pozulması baxımından yol verilməz haldır. Hər bir dövlətin özünün daxili və xarici siyasəti vardır. İranın da özünün həm xarici, həm daxili siyasəti vardır. İrandakı son proseslər onu göstərir ki, İran xalqı ilə iqtidar arasında böyük bir sağlam vəhdət münasibətlər var. Baxmayaraq ki, deməli, İranın siyasi rəhbərliyinin fiziki məhvindən əvvəl Amerika Birləşmiş Ştatları çalışırdı ki, xalqı ayağa qalxıb, indiki hal-hazırda iqtidarda olan siyasi hakimiyyəti dəyişsin, buna nail ola bilmədi. Ondan sonra Amerika-İsrail cütlüyü İran dövlətinə qarşı çox böyük, deməli, misli görünməyən hərbi hücumlara keçdi və hərbi hücumların da nəticəsi çoxlu böyük insan tələfatı ilə bitdi və bu istər Amerikanın özü üçün, istəyir İran dövləti üçün çox böyük həm də iqtisadi itkidir. Hörmüz boğazının bağlanması, siz gördünüz ki, qiymətlərin kifayət qədər qalxmasını, o cümlədən neft sektorunda qiymətlərin fantastik qalxmasına gətirib çıxartdı. Nəticə etibarilə qiymətlərin qalxması da əhaliyə ciddi ziyan vurur. Fərqi yoxdur, o istəyir müsəlman dünyası olsun, istəyir Avropa, istəyir Qərb. Amma bütün bunların hamısı insan həyatına zərərdir, insan sağlamlığına zərərdir. Mən beynəlxalq hüquqla məşğul olan, eyni zamanda sualdan da görünür ki, siyasi prosesləri analitik təhlil edən bir şəxs kimi dünyada sülhün olması, əmin-amanlığın olması, bəşəriyyətdə müharibələrin olmamasının tərəfdarıyam. Hamını buna çağırıram. O cümlədən şəxsiyyətinə böyük hörmət etdiyim Türkiyənin hal-hazırki Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğan'ın da bütün statuslarından, gücündən və imkanlarından istifadə edərək dünyada əmin-amanlığın, sülhün bərpası üçün çağırışlar etməsini, yeni silahların alınmamasını, yeni nüvə başlıqlarından imtina edilməsini, yeni qırıcı təyyarələrdən imtina edilməsini. Çünki hər istehsal olunan silah faktiki insan ölümünə gətirib çıxarır. Yeni silah növləri, yeni müharibələr deməkdir. Bu da nəticə etibarilə bəşəriyyətin dağılması, sosial, iqtisadi, mənəvi, hüquqi, elmi itki deməkdir.
uşaqlar valideynlərini, həyat yoldaşlarını itirir xanımlar və atalarını itirir övladlar. Bu dünyada bəşəriyyətin həm assimilyasiyasına, darmadağın olmasına gətirib çıxarır, eyni zamanda bəşəriyyətin tənəzzülüdür. Müharibələr harda varsa orada elm, iqtisadiyyat, mənəviyyat, din, irfan, təqva darmadağın dağılır. İnsanlar sosial problemləri ilə uğraşırlar, itkiləri ilə uğraşırlar və buradan bu fürsətdən də istifadə edib bütün dünya güclərinə, əgər mənim səsimi eşidirlərsə, bir hüquqşünas kimi, bir alim kimi, ziyalı kimi çağırış edirəm ki, artıq yetər, dayanın. Bütün dünya sizin sarsaq, baş pozuq, qeyri-qanuni hərəkətlərinizdən lərziyə gəlib, sizi nifrətinə xatırlayacaq gələcək nəsillər. Müharibələrə son qoyun, bəşəriyyətdə əmin-amanlığın, sülhün, ədəbin, əxlaqın və mənəviyyatın keşiyində durun. Mən elə gəlir ki, mən sizin suallarınıza cavab verə bilmirəm. Diqqətinizə görə təşəkkür edirəm. Minnətdaram.